kimlərsə sübut etmək istəyirlər ki, güya dünyada baş verən bütün hadisələr kimlər tərəfindən dəqiq idarə olunur. Biz bu hadisələr axınında ancaq bir çöp kimi sel hansı tərəfə gedirsə, bizi də o tərəfə aparır. Dəli üçün müxtəlif faktları gətirirlər. Məsələn, Madonna İsraildə mahnı oxudu, 20 nəfər sağında, 20 nəfər solunda, o deməkdir 2020-ci ildə Fələstin bayrağı belə gəldi. Bu kimi məsələləri paylaşırlar. Güya masonların əlində bütün dünya onların iradəsindədir, onların əlindədir. Və təkrar deyirəm, biz isə heç nədə bir oyuncaq kimiyik. Bəli, kimlərsə bunu şuurlu şəkildə paylaşırlar və bir dəstə də bu oyunda qərar tuturlar. Baxın, biz təbii ki, biz demirik, çirkin mason təşkilatları yoxdur, bunların qüdrəti yoxdur. Amma bu səhv fikirdir ki, özümüzə aşılayaq. Güya bütün hadisələr birdən yüzə kimi, bütünlüklə bunların iradəsinin altındadır və bunlar hadisələri idarə edirlər. Gələcəkdən xəbərlər verirlər. Bu, Allahın iradəsinin zid və tövhidə zid bir fikirdir. Bizim fikrimiz nədir? Bəli, onlar planlar qururlar, müəyyən yerdə planlarını icra edirlər. Amma hardan? O yerdəki cəmiyyət Allahdan uzaq düşsə, bəli, olur onların əlində oyuncaq. Necə Allahdan uzaq düşən insan şeytanın əlində oyuncaqdır? Təbii ki, mason təşkilatların əlində oyuncaqdır. Amma açıq deyək, qələt edirlər. Bu qədər də gücləri yoxdur. Daha çox gücləri bu cür deyək, təbliğat vasitəsilə bizə aşılayıblar. Təbii ki, bunlar şeytanpərəstlik yolu ilə gələcəkdə baş verə biləcək müəyyən hadisələrdən xəbər tuta bilirlər və buna əsasən plan tökürlər və bizi aşılamaq istəyirlər ki, bütün gələcəyi bunlar bilirlər. Bu bir. Biz dedik, Allahın qüdrəti qabağında bunlar bir şey deyirlər. İkinci məsələ, bunlar müxtəlif feyk xəbərlər düzəltməklə, feyk filmlər düzəltməklə bizi aşılamaq istəyirlər ki, gələcəkdə baş verən bütün hadisələr bunların nəzarət altındadır. Məsələn, Simpson cizgi filmlərində bizə tez-tez göstərirlər, bəli, bunlar hər şeyi bilirlər, xəbər veriblər, Trump bu cür düşüb, pilləkanla, kağız belə düşüb filan. Amma həqiqəti oturub araşdıranda görürsən, bunlar feyk xəbərlərdir. Hadisələr baş verəndən sonra bunları düzəldirlər. Bununla kütləvi informasiya vasitələrində bu fırıldaqlardan başı çıxmayan və mətbuat savadı olmayan, media savadı olmayan kütləni qəşəng aldadırlar. Yəni, siz hər nə etsəniz də bizim nəzarətimizin altındasınız. Hər nə etsəniz də bizim qüdrətimizin kölgəsindəsiniz. Sizin heç nəyə qüdrətiniz çatmır. Təkrar deyirik, bunlar əksərən feyk xəbərlərdir. Baxın, təkrar deyirik ki, Azərbaycan gənci təəssüflər olsun ki, media savadının aşağı olması səbəbindən rahat aldanır. Kim istəyir onu rahat idarə edir. Azacıq qüdrəti, maliyyəsi və əlində mətbuatı olan qüdrətlər rahat onu idarə edirlər. Kütlə inanır. Çünki niyə təkrar edirəm, media savadı yoxdur. Bu cür feyk xəbərlər rahat kütlə formalaşdırır, saxta dəyərlər əsasında, saxta xəbərlər əsasında və bunları istədikləri istiqamətə yönəldirlər, idarə edirlər. Bu bir xətər də Azərbaycan gəncini təhdid edir. Niyə? Çünki idarə olunan gənc öz gələcəyini qura bilməz. Təkrar edirəm, bizi aşılamaq istəyirlər, bizi masonlar idarə edir, bizi yəhudilər tam şəkildə bütün planları tökürlər, biz ancaq onların əlində bir oyuncağıq. Bəli, bu çirkin varlıqların müdaxiləsi var, Allahdan uzaq düşən insanlar üzərində hakimiyyətləri var, necə ki, şeytanın hakimiyyəti var. Amma Allaha yaxın vəlilər üzərində bunların proqramının heç bir əsəri yoxdur. Heç nə edə bilməzlər. Biz bunlardan çox bilirik. Məsələn, bizim hədislərimiz var, hadisələr xırdalığı gəlib orada deyilir, baxda danışılır. Sadəcə onlar özlərini qüdrətli göstərmək üçün bəzilərini bu hədislərdən, əlimizdə olan hədislərdən, bəzilərini şeytani yollarda əldə edirlər, filmlər üzərində özlərini reklam edirlər və özlərini göstərirlər ki, bunlar çox qüdrət sahibidirlər və o zaman biz məğlub oluruq ki, buna inanırıq. Biz inanırıq ki, biz dünyanı hörümçək toru, həqiqətdə də bu cürdür, hörümçək toru kimi bürümüş mason, şeytanpərəst sisteminin qabağında heç nə edə bilmərik. Çünki hər nə edirik, onların nəzarətinin altındadır. Amma həqiqətdə belədir. Həqiqət nədir? Hətta bunlar özləri Allah və onun bəlisinin nəzarəti altındadırlar. Atdıqları hər bir xəyanət addımını Allah və onun bəlisi görür. İstədiyi anda müdaxilə edir və onların planlarını bir-birinə vurur. Yəni bizim arxamız bir yerə söykənib, bizim bir tükənməyən qüdrət mənbəyimiz var ki, bütün bunların planlarını birinə vurur. Əsas bizdən hərəkət istəyir, təslim olmamaq istəyir. Bu cür boş xəbərləri vaxtınızı sərf etməyin. Madonna, nə bilim, səhnədə çıxdı, oynada bu qədər bizə mesaj verdi. Mən bunlara baxmıram, əslən deyirəm ki, bunlara fikir verməyin. Özünüzə proqram tökün və tam ki o proqrama tərəf hərəkət edin. O hədəfə tərəf hərəkət edin. Bu cür vaxtınızı siz itirsəniz, həvəsdən düşərsiniz və gözünüz bu cür şeylərə, boş-boş şeylərə gedər.